O koçlara inanmayın. Onlar cəhənnəmə səsləyirlər. Bilmədiklərindən danışırlar. Həyatı dizayn eləmə vasitəsi xeyir əməllərdir, arzular yox. Quranın hər səhifəsində bu deyilir. Bhagavad Gita'da da deyilir, Dhammapada'da da deyilir, İncildə də deyilir. Hələ sən arzulayarsan, Allah başına daş salar o arzu ilə. Arzuyu yerinə yetirər. O sənə xeyirli olmayacaq bir arzu, Allahın mərhəməti nə qədər də böyük olsa, sonunda deyəcək ki, bunun başqa müalicəsi yoxdur. Al sox gözlə. Amma həyatı yaxşılığa doğru dəyişmək ki, biz Fatihə surəsində müsəlmanlar deyirik ki, bəs bizi nemət verdiklərindən elə. Həqiqi nemət verilənlərdən deyirsən sən, Allah deyir. Onda yaxşılıq elə. Bu, dünyanın ən sirli bir formulasıdır, yaxşılıq eləmək.